Mən Azərbaycanı, öz ölkəmi, vətənimi çox sevirəm. Amma bunu dilə gətirməyə utanırım. Bilirsiniz niyə? Çünki bu ölkəni, dövləti, vətəni bu qədər mənasız adamlar sevirəm deyə Gözümüzdən o qədər mən gedib o cərgədə görünmək istəmirəm. Yəni bir insan öz vətəni üçün, dövləti üçün, bax bir yazıçı neyə bilər? Mən bu vətənin Çingiz Abdullayev kimi, Anar kimi, bunlar vətənin yağlı yerlərini sevirlər. Mən vətənin qırıq sökük, əzik üzük yerlərini sevirəm. Mən bu vətənin ömür boyu məsələn ən bahalı restoranlarında oturmamışam, ən bahalı evlərində yaşamamışam, bunun ən turistik belə yüksək bahalı yerlərində gəlib istirahət eləməmişəm, dincəlməmişəm. Mənim hələ özümün bu ölkədə, bu vətəndə müstəqil bir evim yoxdur. Elmlər Akademiyasının çayxanasından kənara çıxanda elə biləm xaricə getmişəm. Ay kəramət. Yəni valla mən o gün Ağşəhərə getmişəm, elə biləm xaricə gəlmişəm. Amma siz bu vətənin oğlu özünüz 35 ildir vəzifədə yatıla birin sədran var. Oğlu səpir, nə bilim qızının yəni kürəkəni belə, qızı belə. Hətta sən bu vətənin və yaxud o bir şairin özü deputat, arvadı deputat, oğlu biznesmen, onun nə vətən sevgisindən danışırlar. Sənin vətən sevgin səmimidir, yoxsa mənim? Valla sənin o mülkünün, evinin, pulunun bir 5%-ni əlindən alsalar, sən bu vətənə nifrət edərsən.